Azərbaycana ilk yardım göstərən, Azərbaycana ilk gələn humanitar təşkilat məhz İran təşkilatları olubdur. Ermənilər tərəfindən o dərəcədə məkirli bir plan həyata görülmüşdü ki, onlar Füzulidən girərək Cəbrayıl-Füzuli yolunu kəsmişdilər. Qubadlı və Zəngilan blokada şəraitinə düşmüşdü. Onların məqsədi orada yaşayan 400 min insanı qırmaqdan məhv etmək idi. O zaman bunu açıqca deməliyəm mən. İran topçuları hətta müdaxilə elədilər. Onların müdaxiləsi olmasaydı o 400 min insanın bəlkə biri sağ qalmayacaqdı. Arazın üzərindən humanitar körpü açdılar. O vaxtı sağ olsun İran hökuməti kömək elədi ki, millət arazı keçdi İrana. Bilirsən, hakimlər, bunu millətə göstərmək lazımdır. Hər an, Elə biz istəyərdik Horadiz qaydan kimi bütün işğal olan torpaqlar qaydaydı. Biz o günü yaxşı xatırlayırıq. Həqiqətən həmin vaxtı İran İslam Respublikasının bizə çox böyük köməyi dəymişdir. Mən onu xatırlayıram, ona görə özüm döyüşçü olmuşum. Sepahın yardım, Sepah da İran Silahlı Qüvvələr Sepahdır. Sepahın yardımlarını necə gördünüz o zaman Horadizin azad olunmağında? Çox gözəl. Hətta gəlib biz orada təlim keçiblər. Mən özüm iştirakçı olmuşam, bilirəm, bunu yaxşı bilirəm. Mən özüm xüsusi təyinatlı olmuşam, o təlimlərdə iştirak eləmişəm. Bəli, çox gözəl təsdiqləyirik. Yardım da hələ mənim yadımdan çıxmır. O həqiqətdir, doğrudur. Bəli, İran qardaş ölkə bizə çox yaxşı kömək elədi. Biz onu heç vaxt unutmarıq. Azərbaycan-İran dostluğu həmişə var, olacaqdır. Bismillahirrahmanirrahim. Ya Fatıma-tü Zəhra. Hacı arayış şerefte mi lan bana? Bir tane ayağımı basan tut döşəyə, görürsən? Ha, bu mən özümü saxlamışam, heç. Ha, ha. Görürsən?